Oyunumuz yani göz qabağında çətin keçdi. Ot örtüyünə görə biz çox çətinlik çəkirik. Amma belə yəni indi oyunu udmuşuq deyə olmasın, böyle təkəbbürlü kimi olmasın. Bunlar bizim yani bizim özümüze göre, bizim komandamıza göre, bunlar bize göre yani o gücdə değiller. Yani biz bunlardan güclüyük ama ot örtüyünə göre, yeni olduğuna göre biraz ona göre çətinlik çəkirik. Ama ya da Allah şükürlər olsun qələbəmizi qazandıq. Sizləri hamını sevindirə bildik. Şükürlər olsun. Bizim üçün məqsəd odur ki, qabağımızda rəqib kim olur olsun, hamısını udub keçmək. Ay başqa şeylə yada diyor. Hamısını udmaqla. Hamısını udub keçməklə. Üç mərhələ birinci oyun, ilk oyunumuz çətin idi. Çünki ot örtüyünə birinci də çıxırdıq dediyim kimi. Təzə olduğu üçün biraz nasazlığı, top qəbul eləmək, topla rəftar eləmək çox narahatdır. Onu da şükür Allah gördü. O da 1-1 oyunumuz bitti. Ondan sonraki oyunlarda yavaş-yavaş ot örtüyü yatdığına görə, ayağımız alışdığına görə və nəticələr də göz qabağında şükür Allah. 2 oyun qələbəsində qazandıq. Rəqib valla mən belə deyim, yəni rəqib kim olsa, yəni düşəcək, gələcək. Yəni ay o gəlməsin, bu gəlməsin deyə istəmirik, yəni şey eləmirik. Əsas odur ki, biz keçdik və indi oradan keçən o da bəlli olacaq. Yəni biz onu dəyişənməliyik, kimsə dəyişənməz. Və o gəldisə çıxıb oyunumuzu oynamalıyıq. Yəni baxmamalıyıq rəqibimizə. Biz çıxıb oyuna və 100% hazır olub qələbəmizi qazanmalıyıq.